2 sadə bədii yaradıcılıq bacarıqlarından söhbət gedir. 5-in də alt standartını bildiyimizə görə bilirik ki, artıq burada söhbət gedir kubikləri bir-birinin üzərinə və yanına qoyaraq ilkin quraşdırma bacarığı nümayiş elətdirir. 2-3 yaşda tikinti materialından belə deyək, nümunələr quraşdırır. Məsələn, ev quraşdıra bilir, güllə quraşdırır, qaraj quraşdırır və s. Orta qrupa gələndə sadə quraşdırma belə deyək, bacarıqları nümayiş etdirir. Məsələn, tikinti materiallarından istifadə edərək qatlama yolu ilə kağızdan müxtəlif oyuncaqlar düzəldir, təbiət materiallarından sadə modellər düzəldir və s. Və yaxud da deyək ki, böyük qrupdursa, burada olacaq quraşdırma və əl əməyi üzrə belə deyək, müəyyən bacarıqlar nümayiş etdirir. Tutaq ki, nə? Konstruktor, tikinti, tullantı, təbiət materiallarından və kağızdan istifadə edərək müxtəlif modellərin düzəldilməsi bura misal olacaq. Söhbət burada getdi böyük qrupdan. Hazırlıq qrupunda isə verilmiş nümunə və sxemlər əsasında deməli, uşaq işini planlaşdırır və sadə quraşdırma bacarıqları nümayiş etdirir. Nə misal göstərə bilərik? Yenə də tikinti, tullantı, təbiət materiallarından istifadə etməklə düzəldilən əmək, belə deyək, bədii yaradıcılıq nümunələri. Deməli, 3.2 bizim ikinci əsas standartımızdır ki, belə deyək, bu haqda danışım ki, burada söhbət gedir sadə əmək bacarıqlarından. Yaxınlaşdırın biraz. Məsələn, 3.2.1 varsa, 3 olduğuna görə biz birinci götürürük estetik və yaradıcı inkişaf sahəsi. Bizim birinci rəqəmimiz 3-dür. 2-ni görürük, bilirik ki, burada artıq söhbət gedir sadə əmək bacarıqlarından. Orada testdə məsələn sadə bədii bacarığı olsa, biz onu götürməyəcəyik. Çünki bizim belə deyək, standartımız artıq o deyil. Sadə əmək bacarıqlarıdır. Deyək ki, 3.2.1, biri də görürüksə, deməli, böyüklərin köməyi ilə soyunur, geyinir. 2-3 yaşda böyüklərin nəzarəti altında geyinir, soyunur, paltarlarını, ayaqqabılarını yerinə qoyur. Orta qrupda sadə əmək tapşırıqlarını yerinə yetirir. Məsələn, özünə xidmət, təbiətdə əmək, təsərrüfat məişət əməyi. Deyək ki, uşağa deyirsən ki, gəl gedək həyətdən bibər qıraq. Məsələn, bir əkin yeri var, valideynik deyək ki. Və yaxud da ki, müəllimik, gedirik uşaqlarla birlikdə gülləri sulamağa, güllərə su veririk və s. Bunlar olur sadə əmək bacarıqları. Daha sonra, böyük qrupda fərdi qaydada əməyin növləri üzrə müxtəlif əmək bacarıqları nümayiş etdirir. Bura nə daxildir? Məsələn, özünə xidmət əməyi, təbiətdə əmək və s. Hazırlıq qrupunda isə fərdi və kollektiv əməyin növləri üzrə deməli, müstəqil bacarıqlar nümayiş etdirir. Bu da olacaq bizim hazırlıq qrupunda olan standartımıza görə tələbatımız. Baxın, standartları biz inteqrasiya edirik, yazırıq. Planlaşdırmamızda istifadə edirik, yazırıq. Bunu dərslərimizdə biz istifadə edirik. Bunlar bizim hər gün etdiyimiz, belə deyək, bir dərsdir, xüsusiyyətdir, yazdığımız iş formasıdır. Bunlardan hər zaman istifadə etdiyimizə görə bu bizə çətin gələ bilməz. Sadəcə, bəli, qəbul edirəm ki, biraz qarışıq gələ bilər sizə, amma işin pik nöqtəsi onun ardıcıllığını mənimsəməkdir. Ardıcıllığı mənimsədikdən sonra çətin gəlməyəcək sizə. Daha sonra, 4-cü sosial-emosional inkişaf sahəmizdir ki, daha doğrusu məzmun xəttimizdir ki, bunun rəqəmi isə 4 rəqəmidir. 4 rəqəmini, belə deyək, birinci 4 rəqəmini harada görsəniz, burada bilin ki, söhbət gedir sosial-emosional inkişaf sahəsindən. Deməli, birinci baxaq 4.1-ə. Biz görürüksə 4.1.1. Birinci rəqəmimiz 4, sosial-emosional. 1-ə gələndə ünsiyyət bacarıqları nümayiş etdirir olacaq. İkinci əsas standartımız. Biləcəyik ki, artıq burada bizim istiqamətimiz ünsiyyət bacarığıdır. Deməli, tələblərimizə baxaq, alt standartlarımıza. 4.1.1, 1-2 yaşda ünsiyyətə girməyə cəhd eləyir. 2-3 yaşda ilkin ünsiyyət bacarıqlarını nümayiş etdirir. Orta qrupda 3-4 yaşda sadə ünsiyyət etiketlərinə əməl edir. Sadə ünsiyyət etiketi nədir? Salam, sağ ol və s. Böyük qrupda əməkdaşlıq bacarıqları nümayiş etdirir. Hazırlıq qrupunda isə ünsiyyətini sosial normalara əsasən tənzimləyir. Ünsiyyətin sosial normalara əsasən tənzimlənməsi nədir? Deməli, ünsiyyətin, bir dəqiqə kaydı dayandırım.
Ünsiyyətin sosial normalara əsasən tənzimlənməsi deyəndə müəllimlər, burada təbii ki, uşağın ünsiyyətə girməsi, sosiallaşması, öz əhatəsində, kollektivində özünü ifadə etməyə bacarmasıdır. Özünü düzgün ifadə etməyə bacarması. Bu daxildir, deməli, uşağın 4.1.1 bacarığına, yəni alt standartımızla belə ifadə eləyək. Aydındırmı bura qədər? Baxın, suallarınız varmı? Bura qədər sualı olan var müəllimlər? Çətin gəlmir ki, kayıt da atacağım, asan gələcək sizə, narahat olmayın. Baxın, təkrar edirəm, deməli, biz testlərdə görə bilərik 1.1.1 və yaxud da ki, əsas standartlar deyim, əsas 1.1, 1.2, 1.3. Bu olur fiziki inkişafın məzmun xətti və əsas standartı. Əgər 1.4 görsəniz, deməli bu səhvdir. Belə bir şey ola bilməz. Görə bilərsiniz idrakın 2.1, 2.2, 2.3. Deməli, bu məzmun xətti idrak və əsas standartıdır. Əgər 2.4 görsəniz, deməli bu səhvdir. Belə bir şey yoxdur. Daha sonra görə bilərsiniz testlərdə 3.1, 3.2. Əgər 3.3 görsəniz, deməli bu testdə yanlışdır, səhvdir. Daha sonra görə bilərsiniz testdə 4.1, 4.2, 4.3. Əgər 4.4 hardasa varsa, deməli bu da yanlışdır, səhvdir. Çünki belə bir standartımız bizim yoxdur. Aydındırmı? Ümumi şəkildə belə. Düşünürəm müəyyən qədər aydındır. Test PDF göndərəndə də tam başa düşəcəksiniz artıq o mövzunu, tam şəkildə. Sualı olan var? Mövzu ilə bağlı sual olan var müəllimlər? Buyurun görək. Başqa sual da ola bilər, fərqi yoxdur. Bu mövzudan sualınız yoxdursa, başqa mövzudan sualınız varsa cavablandırmağa hazıram. Buyurun. Salam Aytəc müəllimə, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Müəllimə, bu mövzuyla əlaqəli olmayıb da, başqa bir mövzuyla əlaqəli sizdən sual verə bilərəm. Buyurun. Bu psixi proseslərdən təfəkkürün növləri ilə əlaqəli. Onun izahını istəyirdim. Yəni o birisləri anladım hamısını. Yəni deyə bilərəm bütün onların hamısının izahlarına baxdım bu gün. Mən test eləmədim ki, qoy öyrənim sonra eləyim də siz atdığınız testi. Deməli, müəllimə, bizim növbəti bu deməli bugündən növbəti dərsimiz nə vaxt olacaq? Hə, bu arada onu deyim ki, yadıma düşmüşkən sabah dərsimiz olmayacaq qrupda, bir aylıq təlim qrupunda. Növbəti 3-cü gün inşallah ki, dərsimizi əvəzləyəcəm. 3-cü günün dərsimizin mövzusu sırf təfəkkürün növləridir. Həmin gün dərsə qoşulun. Ətraflı izah onda verəcəm. Təfəkkürün növləri haqqında bu dəqiqə izah versəm, belə deyək də, yadınızdan çıxacaq. Amma onda ekran kaydı, PDF, test hər birini göndərəcəm. Gözləyin 3-cü. Bizim qrupumuza deyirsiniz, izah edəcəksiniz o günləri. Yox, 3-cü günü bu qrupda, bir aylıq təlim qrupunda ödənişsiz dərsini verəcəm onun. Deməli, ekran kaydı alınıb göndəriləcək. Müəllimə, onda heç olmaz, onda bizim o oktyabr qrupuna atarsınız da o linki. Mən bəzən bu statuslara girmirəm. Oradan yəni görməyə bilərəm. Deyirəm heç olmazsa qrupumuz olsun. Dərslərin hamısı paylaşılır onsuz da. Narahat olmayın. Paylaşacağım. O zaman o gün onu siz izah edəcəksiniz o gün. Bəli, izah eləyəcəm inşallah. Yaxşı müəllim, oldu. Çox sağ olun. Sağ olun. Ekran kaydı sual gəldi bir dəqiqə. Ekran kaydı, hə, İnşallah ekran kaydı alınır. Əgər ekran kaydında problem olmasa atacağım. Keçən dərs 100% söz verməyim, olar ki, birdən yalançı çıxaram. Keçən dərs ekran kaydını aldıq. İnternetlə bağlı səsim qırıq-qırıq düşdüyünə görə o kaydı göndərə bilmədim. Ona görə əgər elə bir problem yaşamasam göndərəcəm. Ekran kaydı da göndəriləcək. Başqa sualınız? Başqa suallar varsa? Hə,
Lap yaxşı. Lap yaxşı müəllimə, narahat olmayın. Bilirəm. Hamının adı öz adı ilə olmur. Elə çox müəllimin adı elədir, bilirəm. Narahat olmayın. Başqa sualı olan, başqa mövzularla və s. başqa. Başqa sualınız yoxdursa, deməli başa düşmüsünüz. Lap yaxşı. Deməli, bu günlük müəllimlər, onda bu mövzumuz. Çalışacağım ekran kaydında problem olmasa, İnşallah ki olmaz, ekran kaydında problem göndərəcəm. Növbəti dərsimiz də bu olacaq. Gələn dərs bu mövzunu, belə deyək, həm sual-cavab edəcəm, ümumi. Testi də işləyərsiniz. Və dediyim kimi, növbəti mövzumuzda təfəkkürün növləri olacaq. Həmin mövzuya da hazır olun. Əslində bu bir aylıq qrupumuz 1 aylıq olmalıydı. Vaxtımız tamam olub. Amma bunu 1 ayda uzadıram. Fevralın sonuna qədər